Salam əziz dostlar. Daşınmaz əmlak qiymətlərinin bu qədər yüksək olması kimə maraqlıdır? Bu sualın cavabını axtarışına mən bir neçə müddətdir çıxmışam. Bir çox realtorla görüşmüşəm və bu bazarı araşdıran analitiklərlə söhbət eləmişəm, amma gördüyüm odur ki, onların heç biri fundamental səbəbləri anlamır. Bazar qiymətlərinin belə yüksək saxlanılması iki səbəbkarı var. Birincisi banklardır. Onlar uzun müddətdir ki, ipoteka ilə mənzillər satır və mənzillərin qiymətinin aşağı düşməsi onların hesabatlığında balansların aşağı düşməsinə gətirib çıxaracaqdır. Onlara isə bu lazım deyil. Bu bütün bank sektorunu çöktürə bilər. Və ikinci digər fundamental faktor nədir? Azərbaycan əhalisinin düşən böyük əksəriyyəti, düşən 95% üzərində öz yığımlarını əsasən daşınmaz əmlakda edibdir. ABŞ-də 65%-də investisiya, əhalinin investisiyalarının daşınmaz əmlakda olması, Azərbaycan düşünün bu 95% üzərindədir. Və məhz bu səbəbdən də həmin bu mənzilləri alan insanlar da qiymətlərin aşağı düşməsini istənir və bunu maksimum olaraq əngəlləyəcəkdir. Və qiymətlərin aşağı düşməsi onların investisiyalarını da aşağı salacaqdır. Və məhz bu səbəbdən də bu böyük bir seçici kütləsidir öz-özlüyündə və dirənmə var. Həm bank tərəfdən, həm də ki, indiki mənzilləri alan və bunu investisiya yatırımları edən digər vətəndaşlar tərəfi. Yeganə bütün burada uduzan tərəf cavanlar olacaqdır, hansılar ki, ev almalıdırlar və əgər ABŞ-da artıq ilk ev alışı 40 yaşına gəlib çatıbsa, bizə düşünürəm bu da hardasa 40-50 yaş ətrafında olacaqdır və çox güman ki, gənclər ya Bakıdan kənarda gedib evlər alacaqlar, ya da ki, ümumiyyətlə evsiz yaşayacaqlar, kirayədə yaşayacaqlar. Amma bir əmma var və bu əmmanı mən videonun ikinci hissəsində paylaşacağım sizinlə.